Futbolun bu gecəsi kifayət qədər səs-küylü keçdi. Qarabağ futbol komandasının növbəti dəfə qalib gəlməsi azarkeşləri küçəyə topladı. Hər kəs sevimli komandasının qalibiyyətini qeyd edirdi. Şəhərçində işləyən əməkdaşımız Anar Qafarov da azarkeşlərə qoşularaq onların sevincini bölüşüb. Hollandiyada yerli Twente komandası ilə görüşdə inanlı təsir bağışlayaraq adını Avropa Liqasının qrup mərhələsinə yazan Qarabağ klubunun bu uğuru paytaxtda da böyük coşkuya səbəb olub. Yerli futbol sevərlər ondan sonra sevinclərini Azadlıq meydanına yığışaraq qeyd etdilər. Twente səttini uğurla keçən Qarabağ klubunun azarkeşləri paytaxtda doğma komandalarının uğurunu gördüyünüz kimi beləcə qeyd edirlər. Qarabağ klubuna qrup mərhələsindəki oyunlarında da uğurlar arzulayırlar. Qarabağın bu nailiyyətini öyrəşdən sevinən azarkeşlər hisslərini müxtəlif formada ifadə etməyə çalışırlar. Kimisi şüarlar səsləndirərək, kimisi də qol götürüb oynayaraq. Qarabağ azarkeşləri komandanın qrup mərhələsində də uğurlu onlara göstərəcəyinə əmin olduqlarını bildirdilər. Çox sevindim. İnşallah qrupda da yaxşı göstərən oynayır və inşallah qələbələr irəlidədir. Sağ ol. Bütün Azərbaycan, Qarabağ cəmiyyəti, Qarabağ sevərlərin hamısını təbrik edir. Bugün doğrudan da bizim üçün çox gözəl gün oldu. Sonda isə yerli futbol sevərlər avtomaşınlarla paytaxtın əsas küçə və prospektlərinə yürüş etdilər.